Hacı, biz yenidən sizin gözəl kəlamlarınızı eşitmək istəyirik. Böyüklərdən belə bir misal var ki, xilqətin ən əşrəfi insandır. Bəli. İnsanın ömrünü necə dəyərli edə bilər və sizcə həmin ömrün ən dəyərli zamanları, anları nə vaxtdır? İstərdim bu mövzu ətrafında söhbət eləyək. İnşallah. Əvvəla elə o kəlmə Qur'an-ı Kərimdəndir. Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, "Laqad xalaqnal insana fi ahsani təqvim." Biz insanı ən gözəl şəkildə yaratdıq. Yaranmışların ən gözəli, ən əfsəli insandır. Başqa bir ayədə deyir ki, "Laqad kərrəmna bəni Adəm." Adəm övladını biz kəramətli elədik. Ümumiyyətlə, insanın şərafətli olması, dərəcəsi, aliliyi bizə gəlib yetişib. Hətta insanın özünün, insan sözünün, özünün də İnsan surəsi var. Həl-əta deyirik ona da. Həmin də İnsan surəsində Allah Teala 5 nəfəri təqdim edir. Və yut'imunət-təamə əla hubbihi miskinən və yetimən və əsira. O 5 nəfər xanım Zəhra əleyhissalam, İmam Həsən, İmam Hüseyin, Fatimə Zəhra əleyhissalam. Bunlar öz oruç tutmuşdular da 3 gün. 3 gün öz iftarlarını bir gün miskinə, bir gün yetimə, bir gün əsirə verdilər. 3 gün iftarı suyla açdılar. Ona görə də o İnsan surəsində Allah Teala ən müqəddəs insanları təqdim edir. Və nut'imukum livəchillahi la nuridu minkum cəzaən və la şükura. Hətta Allah orada bunları tərif edir ki, onlar fəqət Allahın razılığına görə bu işi gördülər. Yəni, həqiqətən də baxanda belənçiyinə Adəm, insan, bəşər. Adəm torpağın üst qatından yaranmışa deyilir. Allah torpağın üst qatına, ədimul ərz deyir. Həm də udəm belə bir kəlmə var, o da dad bildirir. Yəni, insan görək dadlı olsun da, mənəviyyat dadı olsun da, hikmət dadı olsun da. Necə yeməyə dad vururlar, dadlı olsun, insan da o cür olmalıdır. Adəm sözüdür. İnsan sözü 2 dənə mənaya gəlir. Biri nisyandan gəlir, yəni ki, unutqan. Biri ünsiyyətdən gəlir. Ünsiyyət tapmaq onun üçün dərəcədir ki, 2 nəfərin bir-birinə ünsiyyət tapması artıq insanlıq nöqtəsidir. Biri də bəşərdir. Bəşər də insanın başı, üzü deməkdir. Yəni, Allah insanı elə yaradıb ki, insanın bədəni eynidir. Bədən, ancaq üzlər başqadır. Biz üzlə tanırıq, adamlara aid edirik də. Bəşər ona görə deyilir. Yəni, bu nemətlər, bu həyatda insan üçündür. Ömür də insan üçün bir imtihandır. Bu ömrü verir, Allah yazır, hər şeyi qaydasında verir. Ömür insanın əlindədir. Bəzi şeyləri Allah Teala insanın əməli ilə azaldır, çoxaldır. Ruzusunu da azaldar. Məsələn, Əhya gecəsi, Qədr gecəsi. Kim oyaq qalar, razı niyaz edər, onun əməlləri yaxşı olar. Ruzusu da istədiklərini Allah verər. Kim də başını qoyub yatar, əli boş olar da, səhər durar. O Nəsiminin bir beyti var, deyir, ey özündən bir xəbər qafil oyan, həqqə gəl kimi həq deyil, batil oyan, mərifətdən nəsnə qıl hasil oyan, olma fani aləmə mail oyan. Dünyaya insan mail olsa, ömrü də gedər hədərə, qəflətdə olar, əlindən çox şey çıxar. Ömür də bu cürdür. Bir neçə şeylər var, onlardan biri də ömürdür. Allah ömrü verir, yazır. Amma bəzi əməllər var qoyub ki, onu ilə bəndə ömrünü qısalda da bilər, uzada da bilər. Bu əməl eləsə uzanar ömrü, bu əməl eləsə qısalar eləməsin. Məsələn, ona bir dənə misal deyək, ömür nə ilə uzanar? Silə-i rəhmlə. Əgər insan gedə öz yaxınlarını başa çıxa, qohumlarını, yaxınlarını gedə silə-i rəhm elə, axtarar, tapar, Allah ömrünü uzadar onu. Yox, əksinə eləsə, yəni silə-i rəhmi qət eləsə, Allah ömrünü uzadar. Onun gəldi ömür, bağlandı onun əməlinə. Hətta
gördüyü işlə də insan elə bir iş görə bilər ki, Allah onun ömrünü uzatsın. Həzrət İsa Peyğəmbər həvariyunları ilə gəlirdi, gördü bir evdə toydu, şadlıqdır, dedi bura gəlin gəlir. İsa Peyğəmbər, Allah mənə bildirib ki, gəlin bu gecə öləcək, ömrünün axırıncı günüdür, gəlin gələn gün. Keçdilər, getdilər, səhər biraz gəldilər, görsünlər, həqiqətən də ölüb. Gördülər, yox, gəlin ölməyib. Buradələr şadlıqdır. Kədilər dedilər, ya İsa, bəs getdi, gördü, ya siz belə bir söz demişdiniz. İsa Peyğəmbər dedi də, ola bilər, ola bilər. Görəsən, hansı bir işi görübsə, Allah ömrünü artırıb, əməlinə bağlıdır. Əbanı giydi, götürdü həvariyunları, gəldi həmin evə, icazə istədi, qəbul elədilər. Dedilər, pərdəni salın oradan, xanımla danışacağım, gəlinlə. Pərdəni saldılar, İsa Peyğəmbər xanıma dedi ki, siz dünən bura gəlin gəlmişsiniz, evə daxil olanda ən birinci hansı işi görmüşsünüz? Dedi ki, gəlin ki, mən evə daxil olanda mən gördüm ki, toyda hamısı başı qarışıqdır, həyətin 2 dənə qapısı var, biri girəcək, biri də ehtiyat qapı. Gördüm o ehtiyat qapıdan ses gəlir ki, orucam. Mənə bir qap su verib, bitki çörək verin. Həm sailəm, həm də orucam, iftarımı açım. Hamının başı qarışıq idi, heç kim bunu eşitmirdi. Bu zamanda mən əlimi atdım, bitki çörək tapdım, bir qap su tapdım. Apardım həmin o ehtiyat qapısından, verdim o sail, aldı məndən, dua elədi məni. Dedi, nə dedi sən? Dedi ki, sən ki, mənim bu orucam, iftar verdin mənə, bu yaxşılıq elədin, Allahdan istəyirəm ki, sənin ömrü uzatsın. Deyir ki, eşitdiniz, hələ bu bələnçiyinə zahirdə bu söhbətlərə bunun batini var. Dedilər ki, ya İsa, batini nədir? Gəlinə dedi ki, hansı yataqda yatırsan, yatan yerimi göstərmirsən. Gəldilər, göstərdilər. İsa Peyğəmbər dedi ki, balışını bunun qaldırın. Qaldılar, barışı qaldırıb gördülər, bir də əfi ilan vurulub bələnçiyinə, öz quyruğunu salıb ağzına çiynəyir. İsa Peyğəmbər dedi, dünən gecə bu ilan bunu vurmalıydı. O bir dənə yaxşı işi gördüyünə görə Allah onun ömrünü uzatdı. Yəni, ömrü insanın uzanmağı, amma ömrün bəxtləri var, gənclik. Qəbirdən insanlar qalxanda, qiyamət günü olacaq. Deyirlər, qalu ya veylənə, mən bəsənə, min mərqədinə. Vay olsun bizim halımıza, kim bizi qəbirdən durğuzdu? O zamanda atdım atmamış insanlardan 4 dənə sual edəcəklər. 4 dənə sual edəcəklər. Birinci sual elə ömrün haqqında sual edəcəklər. Ömrünü nəyə sərf edəbilsən? Birinci budur. Amma məsələ budur ki, ikinci sual da budur ki, gəncliyini nəyə sərf edəbilsən? İnsanın bir gəncliyi vaxtı var axı. Nizami Gəncəvinə Allah rəhmət eləsin deyir, sən cavanlıqda çalış, nefsini öldür ki, ilan, qocalıb əcdaha olduqca xəsarətli olar. Cavanlıqda, gənclikdə nefsinin qabağını al, ginən ki, ala bilməsən, sonra yaşlaşsan, ilan qocalanda buyunu çıxardır, əcdaha yox, daha da qorxulu olur. Ona görə cavanlıqda nefsinin qabağını alasan. Cavanlığı xüsusi deyir, çünki Allah Teala buyurur ki, ibadət eləyən şəxslər ki vardı, mənə ibadət eləyən bəzi qocalardan utanıram, Allah deyir, həya eləyirəm. Bir də o gənclərdən həya eləyirəm. Ki, o qoca yaşlı adamlar, o yaşla, o çətinliklə əyilirlər, dururlar rükuya, mən onlardan həya eləyirəm. O cavanlar, gənclərdir ki, onlar gəncdirlər, pis-pis işlər görə bilərlər, pis-pis əməllər törədir, qüvvələri var gənclər, mənə görə o işləri eləmirlər. Mənə ibadət edirlər. Və bu nöqteyi nəzərdən ömrün, üçüncü də bu sual eləyəcəklər ki, gənclik ona görə deyilir, üçüncü də bu sual eləyəcəklər ki, hardan qazancı və hardan qazandın, hansı işi gördün ki, qazancın. Dördüncü də bu olacaq ki, həmin qazandığın qazancı hara sərf edədin. Bu qutardı burada. Amma məsələ burasındadır ki, insanın ömrünün demək olar ki, kiminin belə bir misal vardır, kiminin əvvəli, kiminin axırı. Əvvəli elə adam olur ki, əvvəli mömin olur, öləndə kafir olur. Elə adam var ki, əvvəli kafir olur, öləndə mömin olur. Qur'an-ı Kərimdə Əsr surəsində Allah Teala bunu bizə çatdırır. Vəl əsr. Allah deməli, Əllamə Təbatəbai yazır ki,
Allah Qur'an-ı Kərimdə 40 dənə şeyi and içir. 20-si göydə olandır, 20-si yerdə olan. Göydə olan məsələn şəms, günəşədir, ayadır, ulduzadır, and içir. Yerdə olur zeytuna, əncirə. Onlardan bir əsrə and içir Allah. Vəl əsr, and olsun əsrə. Əsr, bir əsr peyğəmbər var, peyğəmbərin yaşadığı dövr. Əsr imam var, sahibəl əsr və zaman. Allahümmə sallallahu aleyhi. Əsr, yaşadığımız əsr var, 100 ildir bir əsr. Əsr namazıdır. Əsr namazı günortadan sonradır. Zöhr olur, günorta. Əsr artıq gün batana yox gedir də, günortadan sonradır. Yəni, and olsun əsri insan ömrünün axırlarına bir mənası da budur. And olsun insan ömrünün axır çağlarına. Çünki elə insanlar var ki, ömürlərinin axır çağlarında hidayət tapırlar, olar. Misal üçün, hamımız da bilirik onu, Əbdullah Əfif var idi, Peyğəmbər sahabəsi. O, 5-6 dəqiqə içində iman tapdı. Yəni, imanı var idi ya, ömrünün qutarmağına 5-6 dəqiqə qalmış, İmam Hüseyin Aleyhisselamı şəhadətə yetirmişdilər. O qalxdı, etiraz edir ki, Fatimənin balasını kim öldürüb? Zalimdular filan. Belə çıxışlar elədi. 5-6 dəqiqənin içində onu şəhid elədilər, qəhrəman oldu, şəhid oldu. 5-6 dəqiqənin içində elə bir əməl elədi ki, o əməllə o ahireti xeyr oldu. Ya məşhur bir şəxs olub, Hür, İmam Hüseynin, bilirsiniz ki, İbn Ziyadın sərkərdəsi olub. Rivayətdə var, alimlərdən biri, əgər səhv eləmirəmsə, Əllamə Cavaddır ya Əllamə Cəfəridir. O rivayət edirdi, biz Ayətullah Üzma həkimi ilə ziyarətə gəlmişdik Kərbəlaya. Ziyarət eləyəndən sonra biz gəldik, dedik gedək Hürr əleyhir-rəhmənin də qəbrini ziyarət edirik. Gəldi Hürrün qəbrinə, gördük, dua oxuyurik. Baxdım, gördüm Ayətullah Üzma həkimi nə dua oxuyur, sadəcə dayanıb baxır gözləri ilə. Biz də ona baxdıq, görəsin, nə görüb burada mezarda. Gördük, bizim gözümüz heç nə görsənmir. Ancaq ağadan da heç də soruşa bilmədi, cürət eləmədi. Gördük, ağa başladı danışmaya. Ağa dedi ki, ya Hür, sən İbn Ziyadın sərkərdəsi olmusan. Sən qoşunun olub. 1000 nəfər qoşunun başçısı olmusan. Mən müstəyidəm, Ayətullah Üzmayəm. Sənin 1000 nəfər qoşunun olub, mənim 25 milyon təqlid eləyənim var. Bu cəhətdən mən səndən üstünəm. Sonra, sən Hürrsən, Riyahi qəbiləsindənsən. Hürr ibn Yezid Riyahi. Mən də bir şəxsəm ki, Fatimə-i Zəhranın, Əli əleyhissalamın nəslindənəm, Seyyid. Nəcabətdə də mən səndən üstünəm. Amma məni bir fikir götürüb burada saxlayıb ki, sən necə bir insansan ki, məni oturmağa mənə icazə vermirsən. Sənin mezarının qabağında ayaq üstə dayanmışam. Sən nə işin sahibisən? Sonra orada deyir ki, cavabını özü verir ki, deyir, çünki sən ömrünün sonlarında, ömrünün axırlarında elə bir qəhrəmanlıq göstərdin ki, ömrünün axır çağlarında sən elə bir qəhrəmanlıq göstərdin ki, minlərlə mənim kimi insanı qabağında saxlayacaqsan. Yəni, əfsəlsən bizdənsən, sən gəldin, haqqı tapdın ömrünün axır çağlarında və gəldin İslami qəbulu. Yəni, müsəlman idi ya, tövbə elədin, gəldin İmam Hüseynin huzurunda, canını fəda elədin, şəhid oldun. O həqiqəti sən ömrünün axır çağlarını tapdın. Ona görə orada kəlmədir ki, yəni ki, həqiqətən Allah dua eləyəndə deyirik biz ki, ilahi, ömrümüzün axırını, axır nəfəsimizi bizi imanla dünyada var. Bu axır çağlar mühümdür insan üçün. Hacı, bəzi əzizlərimiz, cavanlarımız, bəzən görürsən, ömürdən, həyatdan söhbət açılanda Allah istəyən kimi yox, öz istədikləri kimi yaşayırlar. Bəli, ömürdən söhbət eləyəndə deyirlər ki, bizim yəqin belə bir söz var da, belə bir termin var, alın yazın belədir. Yox. Bu xurafatdır. Bəzi, üzr istəyirəm, Allah yazı var. O bir loh-u məhfuzda yazı vardır. Amma sadəcə insanlar elədikləri səhvləri, günahları yazının boynuna salırlar. Bunlar xurafatdır. Məsələn, deyirlər 13 rəqəmi nəhsdir. Belə şey yoxdur, bu xurafatdır.
Əgər 13 rəqəmi səhv olsaydı, nəhs olsaydı, Əli əleyhissalam Rəcəbin 13-ü dünyaya gəlməzdi ki. Yəni düşmənlər Əli əleyhissalamın 13 Rəcəbdə dünyaya gəlməsinə görə nəhs deyirlər ona. Çünki onlar üçün nəhsdir. Axırların qənimi gəlib, zalimların qənimi gəlib, onlar üçün nəhsdir. Möminlər üçün səadətdir ki, ya məsələn, onlar ki, deyirlər ömür barəsində ki, Allah belə yazıbdır, bu çox qəbul edilməzdir. Yəni Allah, məsələn, biri gedir, şərab içir. Əl-əğzubillah, məyəm Allah bir yandan şərabı haram eləyir, bir yandan da yazır ki, filan kes gedib şərab içir, onda o şəxs deyər ki, özün yazmışdın, mən də getmişdim də, ağıl var, burada məntiq var. O Bəhlul Danəndənin dövründə Bəhlulun belə bir rivayət edirlər. Bəhlul keçirmiş bir məscidin yanından görüb bir ruhani, dövrün bir ruhanisi moizə eləyir. Dayanıb kəndardan başlayıb qulaq asmaya. Görüb həmin şəxs İmam Cəfər Sadıq əleyhissalamın dövründə olub bu. Həmin şəxs deyir ki, ay cəmaət, İmam Cəfər Sadıq deyir ki, İblis, şeytan cəhənnəmdə axırda yanacaq. Ancaq yanmayacaq cəhənnəmdə. Çünki cəhənnəm də oddur. İblis də şeytan da oddan yandırıb, yaranıbdır. Cins həmcinsi təsir göstərə bilməz. Odu necə yandırır? Belə çıxır bunun sözündən İmam düz demir də İmam Cəfər Sadıq. Sonra deyir ki, İmam Cəfər Sadıq buyurur ki, Allahı insanlar görmürlər, gözə gör. Amma qiyamət günündə gözə görsənəcək. Sonra İmam Cəfər Sadıq deyir, insanda ağıl da var, nəfs də var. Kim ağlına tabi olsa necat tapacaq, kim nəfsinə tabi olsa zəlalətə düşəcək. Deyir, o da düzdür. Çünki Allah yazıb, nə yazıbsa o olacaq. Bəhlul bunu qulaq asır, baxır yerə, yerdə görə bir dənə kesək var. O kesək daşdır, torpağın bərkinə kesək deyərlər. Götürür bir kesəyi, vurur o danışanın başına, həmin alimin başına. Bərk kesək partlayır başı, qan gəlir. Tez xəbər verir, qanı əxaxa gəlir xəlifənin zoruna. Harun Rəşidin. Gəlir, deyir ki, bəs məni Bəhlul Danəndə əziyyət verdi, başımı partladım, çağırır onu cəzasını verginə. Bəhlul çağırırlar, Bəhlul gəlir, deyir ki, bunu sən nə üçün əziyyət ver? Deyir, mən onun moizəsinə qulaq asdım, onun moizəsini qulaq asıb dediklərinə əməl elədim. Dedi, nə moizə edirdi bəyəm? O dedi ki, deyirdi ki, əgər həmin bu şəxs danışırdı, deyirdi ki, Allah ki, insanı yaradıb, İmam Cəfər Sadıq buyurur ki, şeytan odda yanacaq, ikisi də həmcisdir, necə ola bilər ki, odu yandırmaz. Mən də bunu götürüb qulaq astım, torpaqla vurmuşam. Allah da bizi torpaqdan yaradıbdır. Necə oldu ki, ona təsir elədi? Necə oldu bu? Onu qulaq asmışam ona. Sonra dedi ki, İmam Cəfər Sadıq buyurub ki, Allah gözü görsənməyəcək. O deyirdi ki, görsənəcək qiyamətin. İndi də görsənmir, qiyamətin günü görsənəcək. Mən də ondan soruşuram ki, o şikayətə niyə görə gəlib? O gəlib sizə şikayət edir ki, başımı əzibdir, qan tökülür, ağrıyır. Tələb edir sizdən ki, başımı ağrıyır, yara ağrıyır. Əgər həqiqətən yara ağrıyır, ağrını göstərsin bizə. Yəni ki, ağrını göstərsin bizdə. Üçüncü də bu idi ki, İmam Cəfər Sadıq buyurub ki, Allah insan nəfsinə tabi olsa zəlalət, ağlına tabi olsa necat tapar. Ancaq o deyirdi ki, Allah nə yazıb, bu olacaq. Mən də götürdüm, kesəyi vurdum başına ki, Allah yazıb, mən də vurdum sənə başına. Yəni, bunu ilə yəni, tamam oldu söhbət. Harun Rəşid dedi ona ki, ged ağzımın danışıqlı bir günə. Hələ Cəfər Sadıq hələ düz deyib, sən düz danışmırsan. Yəni, həqiqətən də onlar hamısı xurafatdır, insandır, xurafatdır. İnsan görürsən ki, çıxır bir işlar ilə gedir, tələsir, sürətlə gedir, ayağının altına baxmır. Elə sürətlə gedir ki, görürsən yerdə bir dərə var idi. O gedəndə görə sakit gedəydi, tələsməyəydi, ayağının altına baxaydı, ayağı dərəyə düşdü, qısısındı, dedi ki, nəhs gündür bu günləri, qısımsındım. Əslində, öz əməli, öz səhvini günün boynuna qoyur. Əslində, bu cürdür. Əgər o zamanda diqqətli olsa, İmam Hadinin yanına bir nəfər sahabə gəlirdi yolda. Yolda biraz izdiham çox oldu, insanlar izdihamı.
Bunu biraz basırığa salmışdılar. Üzü cırılmışdı, paltarı cırılmışdı. İmamın huzuruna gəldi görüşməyə. İmam Hadiyə dedi ki, bəs bu gün nə gör nəhs gün deyə yoldan keçəndə izdihama düşdüm, paltarım cırıldı, üzüm yaralandı filan. İmam dedi ki, çox təəssüf edirəm sən belə məni ziyarətə gəlmişsən, mənim belə zəvvarım vardı. Dedi, nə üçün? Dedi, ona görə ki, biz sizlər səhv edirsiniz, günün boynuna qoyursunuz. Burada gündə heç bir, yəni sən tələsmirsən, izdihamın içinə girmirsən ki, gündə heç günü nəhs edən insan özüdür. O elə bir əməl eləyir, sonra da qoyur günün boynuna. Var olasınız.